Salam əziz şagirdlər, bugünkü dərsimizin adı Qarabağ atının şöhrətidir. Diqqətlə şəkillərə baxaq, Azərbaycana aid olanları seçək və haqqında danışaq. Seçdiyimiz şəkillər arasında bizim yeni öyrənəcəyimiz fəslin adı da var. Diqqətli olaq uşaqlar. Bu şəkillərin hansı Azərbaycanımıza aiddir? Yəqin ki, önə gələn şəkil diqqətinizi cəlb etdi. Bizim Novruz bayramımızda yumurta döyüşdürülən bir adətimiz var. Burada qızlarımız, gəlinlərimiz, oğullarımız yumurta döyüşdürür. Hətta onların başlarında təsəklər də, milli papağımız və xanımlarımızın başında kəlağaylar da görünür. Onlar milli paltardadır. Növbəti şəkildə isə biz aşıq və zurna çalanı görürük. Bizim qədim musiqi alətlərimizdir, qara zurna və saz. Növbəti şəkildə isə bizim milli paltarda yəqin ki, tərəkəmə rəqsimiz oynanılır və bunlar isə bizim rəqqaslarımızdır. Və hər üç şəkildə də Azərbaycan xalqının milli dəyərləri göstərilir. Bizim mədəniyyətimizdən, incəsənətimizdən xəbər verir. İndi isə Qarabağ atının şöhrətindən gəlin danışaq. İngiltərə kraliçası Yelizaveta at həvəskarı idi. Odur ki, öz ad günündə cıdır yarışı təşkil edirdi. Yarışda dünyanın hər tərəfindən gətirilən atlar iştirak edirdi. Bu yarışda Azərbaycanı zaman atdı, at təmsil edirdi. Cıdırda at sürmək məşhur jokey Əliyə tapşırılmışdı. Yarış başlayanda Yelizaveta hündür yerdə əyləşib yarışı izləyirdi. Və milli geyimdə olan Azərbaycanlı jokey və onun atı hər kəsin, xüsusilə Yelizavetanın diqqətini çəkmişdi. Yelizavetanın köməkçisi əlinin yanına gəldi. Atın qiymətini soruşdu. Çünki at yarışda qalib gəlmişdi. O, finişə birinci yaxınlaşmışdı. Kraliça onu almaq istəyirdi və kraliçanın köməkçisi Əliyə dedi ki, o atı bizə satmalısan. Əli isə dedi ki, bu atın 4 yaşı var, Qarabağ atıdır. At Azərbaycan xalqı üçün igidlik, dostluq, sədaqət rəmzidir. Biz onu sata bilmərik. Ancaq kraliçanı təbrik etmək üçün gətirdiyimiz xalça ilə bərabər atı da hədiyyə edərik. Zaman kraliçanın ən sevimli atı olur. Onun tapşırığına əsasən mehdərlər ata xüsusi qulluq edirlər. Hətta kraliça öz saçlarını atın yalmanının qızılı rənginə boyatmışdı. Və söz boğçamıza da diqqət edək. Cıdır, bu at yarışı idi. Jokey, peşəkar at sürən. Yalman, atın boyun hissəsində bitən uzun tüklər, mehdər, ata qulluq edən şəxs, baytar, heyvanları müalicə edən şəxs idi, ram etmək isə əhilləşdirmək demək idi. Növbəti tapşırığımızda uşaqlar, cıdır yarışı nə ilə bağlı təşkil olunmuşdu? Qeyd etdiyimiz kimi, kraliçanın ad günü münasibəti ilə. Azərbaycan nümayəndələri kraliçanın ad gününə hədiyyə olaraq nə gətirmişdilər? Xalça gətirmişdilər, amma Qarabağ atını da hədiyyə etməli oldular. Nə üçün Əli çıxıb getdikdən sonra zaman cıdır yarışlarına qatılmır? Deməli, İngiltərəyə aparılan zaman yarışların birində jokeylər tərəfindən ram edilmədi. Ölkənin ən məşhur jokeyləri bu yarışmaya gəldi, amma zamanı ram edə bilmədilər. Hətta baytarlar da gəldi. Heç biri onun dərdinə dəva tapa bilmədilər. Amma ən sonda bir nəfər baytar dedi ki, at vətən həsrəti çəkir. Sizcə, uşaqlar, nə üçün milli dəyərlərimizi dünyada tanıtmaq vacibdir? Çünki onlar bizim gələcəyimizdir. Bizim milli dəyərlərimiz xalqımızın keçmişindən xəbər verir. Siz xaricə getsəydiniz, vətəninizi tanıtmaq üçün özünüzlə nə aparardınız? Yəqin ki, deyəcəksiniz ki, xalqımızın mədəniyyətini, incəsənətini, tarixini özündə əks etdirən müxtəlif kitablar, suvenirlər götürərdik.
şəkillər götürərdik. İndi isə Azərbaycanın ilk jokeyi haqqında mətni dinləyək. Hansı sualların cavabı dinlədiyiniz mətndə var, onu diqqətlə izləyəcəksiniz. Azərbaycanın ilk jokeyi. Azərbaycanın ilk jokeyi Əli Tağıyev olub. İngiltərədə keçirilən yarışda zamanla birlikdə qazandığı qələbə onu dünyada məşhurlaşdırıb. O, ömrünün sonlarına qədər jokeylik etmiş, 1500 dəfə qalib olmuşdu. Bir gün Əli kişi Konfet adlı atı ilə Gürcüstana yarışa gedir. Yarış başlamamışdan qabaq Rusiyanın ən güclü jokeylərindən biri Əli kişinin Konfet adlı atını göstərib deyir ki, bunu kim minəcək? Qıraqda dayanan Əli kişini göstərirlər. Rus təəccüblənir, gülərək deyir, bu ki qoca kişidir. Yarışı məhz 60 yaşlı Əli kişi udur. Əli Tağıyevin qazandığı şöhrətin nəticəsi idi ki, illər sonra kraliça Əli kişinin nəvələrini İngiltərəyə dəvət edir. Onun nəvəsi Qarabağ atı ilə yenidən kraliçanın rəğbətini qazanır. İndi isə tapşırıqlarımıza diqqət edək. Azərbaycanın ilk jokeyi haqqında mətni dinlədik. Hansı sualların cavabı dinlədiyiniz mətndə var idi? Əli Tağıyev neçə yaşından jokeylik etməyə başlayıb? Əli Tağıyevin nəvələri İngiltərəyə niyə gedirlər? Əli Tağıyev Gürcüstanda keçirilən yarışda hansı atı ilə qalib gəlmişdi? Camal Tağıyevin İngiltərəyə apardığı atın adı nə idi? Deməli, ikinci və üçüncü sualların cavabı dinlədiyimiz mətndə var idi. Əli Tağıyevin nəvələri İngiltərəyə məhz babalarının şöhrəti üçün getmişdilər. Onlar yenidən yarışlarda iştirak etdilər. Əli Tağıyev Gürcüstanda keçirilən yarışda Konfet adlı atı ilə qalib gəlmişdi. O zaman onun 60 yaşı vardı. Növbəti tapşırığımıza baxaq. İndi isə bir şeir parçası oxuyacağıq. Şeir hansı hadisəyə həsr olunub? Oxuduğumuz şeir Qarabağ atının şöhrəti mətnindəki hansı fikri təsdiq edəcək? Buna diqqətli olaq. Qarabağ atı. Günlər keçdi, aylar ötdü. Qarabağın köhləninə qışda kiçmiş, yazda yaşıl ot verdilər. Səhər-səhər çəmənlərdə gəzdirdilər. O yemədi, o içmədi, arıqladı o günbəgün. Xiffətini çəkirdi at, Şahbulağın cıdır düzün. Biz burada köhlən və xiffətini çəkmək sözlərini eşitdik. Xiffətini çəkmək, həsrətini çəkmək deməkdir. Köhlən isə yaxşı bəslənmiş ata deyirlər. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.